Salam, hər vaxtınız xeyir olsun. Bu dərsdə responsiv dizaynın əsası olan media query nədir, ondan danışacağam. Media query bizə imkan verir ki, biz istədiyimiz ekran ölçüsünə uyğun olan CSS stillərini səhifəmizə tətbiq edə bilək. Yəni hazırladığımız veb-sayt responsiv olsun. Deməli, strukturumuzu yazırıq. Biz bura bir dənə internal CSS əlavə eləyək, yəni style tagləri açaq və onun daxilinə müxtəlif stillər verəcəyik. Gəlin body taginə biz background rəngi verək. Məsələn, olsun aqua. Browserda baxırıq. Gördüyünüz kimi belə bir rəng alındı. İndi media query istifadə eləyək. Media query'nin istifadəsi bu formada olur. CSS daxilində bunu yazırıq. @ qoyuruq, media yazırıq. Burada gördüyünüz kimi avtomatik olaraq emmet vasitəsilə doldurmağımız üçün bizə seçimlər verir. Amma bunu yazmasaq da olar. Yazsaq @media yazıb screenin əvəzinə biz burada istifadə edəcəyimiz ölçünü yaza bilirik. Minimum width və yaxud maksimum width yazmaq mümkündür. Minimum width o deməkdir ki, müəyyən pikseldən sonra buraya yazacağıq ki, o pikseli, məsələn, həmin piksel olsun 500 piksel. 500 pikseldən sonra hansı CSS dəyişikliklərini istəyirsənsə burada qeyd eləyəcəksən. Yəni minimum bizim ekran enimiz 500 piksel olmalıdır. Əgər bizim minimum ekran enimiz 500 piksel və daha üstüdürsə, yəni minimumu 500-dür və ondan sonraki ölçülərə kimi bizim səhifəmizə burada yazdığımız CSS stilləri tətbiq olunacaq. Məsələn, bura yazırıq background rəngi yellow olsun, yəni dəyişsin. Amma nəyin background rəngi dəyişsin? Biz əgər body taginə verəcəksə background rəngi, burada yazmalıyıq ki, body taginin background rəngi yellow olsun. Yazdıq body taginin background rəngi sarı olsun. Yəni 500 pikseldən daha böyük ölçülərdə artıq sarı rəng bizdə alınmış oldu. Baxın, burada həmin bu yazdığımız width burada qeyd olunub. İndi gəlin 500 pikseldən aşağı düşək ki, aqua rəngi alınsın. Gördüyünüz kimi 500 pikselin altında aqua rəngi alınır. 500 pikselin üstündə isə verdiyimiz sarı rəng, yellow rəngi özünü göstərir. Daha sonra biz burada müxtəlif ölçülər yaza bilərik, amma bunların müəyyən bir standartları var. Deməli, 0-480 piksel aralığında daha kiçik smartfonlar da 481-768 piksel aralığında eni olan cihazlar, adətən tabletlər və daha böyük smartfonlar da 769-1279 piksel. Bu ölçü daha böyük ölçülü tabletlər və notebooklar, kiçik notebooklar üçün nəzərdə tutulan ölçülərdir. 1280 pikselin üstündə olan ölçülər isə daha böyük notebooklar və müxtəlif ölçülü böyük monitorlar üçün nəzərdə tutulur. Və ona görə də biz əgər istifadə eləyirsə media querylərdən bu ölçüləri nəzərə alıb istifadə etməliyik. Yəni necə? Biz bura körtəbii olaraq bu ölçünü yazmaq əvəzinə biz bura yazırıq 480 piksel. Yəni biz artıq demiş oluruq ki, bizim cihazımız mobildə bu görüntüdə olsun, mobildən daha böyük cihazlarda isə bu görüntüdə olsun. Yəni burada yazacağımız istənilən CSS stili artıq bizim mobildən, yəni 480 piksel enindən daha böyük olan cihazlarda tətbiq olunsun. Baxın, mobile first anlayışı var. Mobile first nədir? Yəni ilk növbədə istədiyimiz CSS stillərini yazırıq ki, bunu mobile ölçüyə uyğun olaraq yazırıq. Yəni biz burada layihəmizi açırıq, onu mobile ölçüdə saxlayırıq, hardasa bu ölçüdə saxlayırıq və buna uyğun olaraq biz CSS stillərini tətbiq eləyirik bütün saytın ümumisinə və daha sonra isə ölçünü böyüdərək həmin istədiyimiz ölçünü burada media query vasitəsilə yazırıq və ora artıq növbəti stilləri tətbiq eləyirik. Bu cür yazılış forması bizə imkan verir ki, biz mobile first olaraq öz veb saytımızı yaza bilək. Bu vacib bir şeydir. Gedişatda buna uyğun praktiki çalışmalar edəcəyik. Deməli,
Bu cür yazdıqdan sonra alacağımız görüntüdə bir dəyişiklik olmur. O halda olur ki, yəni 480 pikseldən yuxarıda artıq yeniləməmişik. 480 pikseldən yuxarıda sarı rəngi alırıq və digər əgər istəyiriksə tablet, böyük tabletlər və notebook, kiçik ölçülü notebookların ekranlarını nəzərə alaq, onda 768 piksel və daha üstünü yaza bilərik. Gələk bura. Bunu artıraq. Və bura yazaq ki, minimum ölçü 768 piksel olsun. Bu zaman artıq bu rəngi də dəyişək. Belə bir rəng. Bu zaman artıq biz baxın, daha kiçik ölçüdə mavi, biraz daha böyük ölçüdə sarı, ondan biraz daha böyük ölçüdə isə yaşıl rəngini, yəni 768 pikseldən daha böyük ölçüdə yaşıl arxa plan rəngi almış olduq. Biz bura 1280 dəyərini də əlavə etsək, bunu bir daha artıraq və bura yazaq ki 1280 və daha böyük cihazlarda arxa plan rəngi ağ olsun. Gördüyünüz kimi cihazın eni 1280-dən daha böyük olduğu üçün orada bizim görüntümüz bu formada olur. Belə də baxa bilərik. Baxın, 1280-dən böyük olanda arxa plan ağ oldu, daha kiçik yaşıl və ölçülər dəyişdikcə bizim arxa plan rənglərimiz də bu formada dəyişdi. Dediyim kimi, burada təkcə arxa plan rəngi yox, istədiyimiz CSS stilləri verə bilirik və aralığı burada bu cürdə yaza bilərik. Həmin bu mötərizədən sonra end yazıb burada minimum, üzr istəyirəm, maksimum width qeyd eləsək ki 768 piksel olsun, 767 deyək. Artıq bizim bu ölçüləri avtomatik olaraq minimum və maksimum dəyəri ilə saxlayır. Yəni biz istəsək bu hissəni silsək, baxın belə bir görüntü alacağıq. Bizim ilkin olaraq ölçümüz AGO olacaq. Daha kiçik ekranda, yəni mobil üçün AGO görüntüsü olacaq. Ondan növbəti mərhələdə 480 və 767 piksel aralığında sarı olacaq. 767-dən böyük və 1280-dən kiçik ölçüdə yenidən AGO olacaq. Çünki burada başqa bir dəyər daxil etməmişik. 1280-dən böyük ölçülərdə isə arxa plan rəngi ağ olacaq. Görək, dediyimiz kimi görünürmü? Baxın. Daha kiçik ölçüdür, 480 pikselə kimi gəlir, 480 pikseldən sonra sarı 768-ə kimi sarı rəngini qoruyur, 768-dən sonra yenidən aqua rənginə qayıdır. Yəni default olaraq bu rəngi verdiyimiz üçün həmin rəngə qayıtdı və böyüklükdə artıq 1280-dən böyük ölçülərdə isə background rəngi ağ oldu. Dediyim kimi, biz burada məsələn minimum width yox, maksimum width istifadə edə bilərik. Burada məsələn təkcə yazsaq maksimum width 480. O zaman biz 480-ə qədər olan background rəngini burada təyin edə biləcəyik. Məsələn, bu cür bir rəng verək. Artıq biz inspekt edib kiçiltsək ölçünü. Gördüyünüz kimi 480 pikseldən kiçik ölçülərdə artıq bu dəyər tapdalanır. Qırmızı dəyəri, arxa plan rəngi qırmızı rəngdə olur. Növbəti mərhələdə 480-dən yuxarı 767 pikselə qədər olan ölçülərdə sarı rəngi alınır. Ortadakı boşluq, yəni 768 pikseldən yuxarı 1280 pikselə qədər isə yuxarıdan başlayaraq body'nin aqua rəngini götürür. Çünki ora bir dəyər təyin eləməmişik deyə default olaraq body'yə verdiyimiz
dəyəri götürür, yəni aqua rəngini qəbul eləyir. Növbəti mərhələdə isə 1280-dən daha böyük ölçülərdə isə arxa plan rəngi dəyişərək ağ olur. Burada verdiyimiz beyaz rəng arxa plan rənginə köçürülür. Media query dərsimizdə bura qədər.